Məscid böyük bir nimətdir. Qədrini bilmək lazımdır. Canından da çox bunun qədrini. Əgər iki dənə sənə Allah yol qoyub, ya öləsən, ya da məscid alacaq, gəl öləsən. Ya canımızı verək, belə getməlidir. Canımızı verməliyik. Yəni, dəyər, stoyed. Ən böyük savablardan biri, ən böyük savablardan biri məscidə gəlməkdir. Kim birinci məscidə gedir, axırıncı buradan çıxırsa, Allah onu hamıdan çox istəyər, hamıdan çox savab verir. Kim birinci məscidə gəlir, işıq yandırırsa, məsciddən axırda çıxıb işini söndürərsə, əgər Allah ona savabı çox verir. Bu məscidin böyüklüyünü göstərir. Yəni, məscidi boş saxlamayın. Qiyamət gün adlarından biri peşmançılıqdır. Bir dəstə gələcək, deyəcək peşmanlıq. Nədən? Məscidə getməmişim. 5 kilometr yaxında olub məscidə getməmişim. Əhl-i Beytin, Peyğəmbərimizin, Qur'animizin, ümumiyyətlə şari müqəddəs, ümumiyyətlə şəriət, din, Qur'an, İslam ən çox xoşu gəldiyi bəndələr müsəlmanlar, möminlər, məscidə gedənlər, məscid əhli. Məscid əhlini Allah çox sevir, məscidə gedənləri çox sevir. Məscidə gedənlərin ürəyi təmiz olur. Məscidə gedənlərin malı təmiz olar. Məscidə gedənlərin niyyətləri təmiz olar. Məscidə gedənlərin qəlbi təmiz olar. Məscidə gedənlərin Fatiməsi olar, Əlisi olar, Həsəni, Hüseyni, İmam Zamanı olar. Məscidə gedənlərin Peyğəmbəri olar. Məscidə gedənlərin Qur'anı olar. Məscidə gedənlərin pulunun bərəkəti olar. Canının bərəkəti olar. Qiyməti olar. Məscidə uzaq düşənlərin heç biri olmaz. Ola bilər, olar cəmaatın gözündə, amma qəlbi daş olar. Mənliyi çox olar, egosu çox olar, nə bilim, pisliyi çox olar, özünü sevmək çox olar. Amma məscidə gedənlər yox. Məscidin böyük bir dənə xeyri var. Qiyamətdə neçə dənə şey yalvat eləyəcək, şikayət eləyəcək. Onlardan biri məsciddir. Deyəcək ki, ya Rabbi, əttuluni və zəyyuni, ilahi, bu cəmaat, dişdilər məni tətil elədilər, boş bıraxdılar. Yalandan dişdilər, ayda bir dəfə, ildə bir dəfə yalandan, nə bilim, yığışdılar, göyəndimə, hərərini keçir. Ondan sonra məscid bağlı qalır. 11 ay bağlıdır, 12 ay hamısı bağlıdır. Arada gəlib girirlər də təmizləyib çıxıb gedirlər. Məscid deyəcək Allah, məni bunlar belənçi, bir də zəif elədirlər, sındırırlar mənim hörmətimi. O kətdə, o şəhərdə ki, məscidin hörməti sındı, cəmaatın hörməti sınacaq. O milləti etsin baxmayacaq, o millət qalxmayacaq.